Bugün qurban olun millətmənin 38-ci bölümü ilə qarşınızdayım. Bugün görək bizə nə tipdə video atıbsınız. Burada balıqlar var. Görürsünüz nə deyirlər? Bax bir dənə qulaq as. Qaqa abunə ol, like atın. Bu bizə yemək vermir, kömək edin. Eşitdiniz balıqları? Qulaq asın, olar başa. Mən demirəm, onlar deyir. Mən istəmirəm, onlar istəyir. Abunə olmayan bəzi uşaqlar var. 75% orada abunə olmayan adamlar görürəm. Bax video baxsın, niyə abunə olmusan? Bax sən görsən, abunə olmuyorsun. Görsən altda qırmızıdır. Bir dənə basırsan ona, bir dənə ağ olur, qəşəng şey çıxır. Bir dənə effekt çıxır. Bir dənə yoxla, qəşəng şeylər çıxır orada. Məsələn başlayaq. Bax bu ətri satan bezirliyə. Tatonu silən ətir. Aha. Tatonu ora markerindən seçməyibsə mən heç nə bilmirəm. Adımı dəyişirəm. Bax bu dəqiqə gətirin adımı dəyişirəm o markerindən ya da nə random şeylə seçməyibsə. Görürsüz nə qəşəng ətirdə. Həm iki dənə funksiyası var. Həm qəşəng iyi verir, həm də ki tatoz silə bilirsiniz. Tatosu olmayanlar üçün qəbul eləsin. Allah qəbul etsin. Bunlar niyə bunun başına yığışıblar? Allah kəsilə bütün qurbanları qəbul eləsin. Verəcəm, hamınıza verəcəm. Nə? Vallahi qutardı gedib gətirib hamınıza verəcəm. Vallahi hamınıza verəcəm. Söhbət qurbandan gedir uşaqlar. Səhv başa düşməyin. Hamıza verəcəm deyirlər. Arkadaşlar eşitdiniz, hamımıza verəcəm deyir. Ekran qoruyucu qoyurlar. Bu vaxt çox zaman spirtdən istifadə edilir. Belə bir telefon ilə namaz qılmaq olmaz. Yəni belə bir spirtli telefon, spirt dəymiş telefon üstünüzdədirsə namaz qılmaq icazəli deyildir. Başa düşdüm. Bəs sən bir dənə qəşəng bir dənə sual verim. Kim telefondan namaz qılır ki? Kim telefonu cəbinə qoyub namaz qılır? Yəni namaz qılacaqsansa telefonunu qırağa qoyarsan, səssiz atarsan, namazını qılarsan. Kim yəni telefonu cəbinə qoyub namaz qılır? Yəni bu nə məntiqdir də? Biraz qaşların ortasına alsan, o da günahdır. Hə? Cavab ver. Cavab ver. Aygün Kazımova ilə eyni yaşda olan nənə. Şöyle keçən videolardan birinə baxmışdıq. Aygün Kazımovanın 54 yaşı var. Normalde 54 yaşlı bir insan belə görünməlidir. Biri mənə bir telefon almalı ki, mən TikToku dağıdam, dağ üstə qoyam. Dağ üstə qoyasan. İndi kreditlə götürürəm. Gör onu arayacağam. Eləmə, xahiş eləmə. Ya sən telefonu ilə nə seçirsən? Tostoranla seçirsən. Yəni əlbəttə telefon deyil ki. Dağıt da TikToku sən gözləyir qardaşım. Mənlə görüşə çıxarsanmı? Yeni ifamız, yeni trendimiz. Benle görüşe çıkarsam mı? Gece konağım olarsam mı? Benle görüşe çıkarsam mı? Gece konağım olarsam mı? Səndən də görüşə çıxaram, nə gecə qonağın olaram. İşlərimi düzəltdirsən bəlkə. Ürəyim partladı ağlamaqdan. Geç sen cemaatini yalnız. Ay, arkasını sevilmişi tanımadım. Yəni bu hər videomuza paz olub da Allah haqqı. Qızıma bax mən. Mən belə adamam, nə sözüm var? O özün gülməli zənn eləyən gülüşün 50 tonu deyə bir dənə Instagram səhifəsi var idi. Qız falan özünü paylaşır, özün gülməli zənn eləyir. O belə bundan daha gülməli və mənalı videoda Allah haqqı. Belə psixopatım, qaş görəndə banan alma gəlir. Gözəl, qəşəng. Həqiqətən Azərbaycan yaxşı yer getmir. Kamera qarşısına keçib Mayka ilə çıxma çalmayanda nə bilim yəni. Axırda Sevəri buketlə döydü Ləman. Erimi bütün neslimin içinde bir abr edeyim sonra ben. Ərvi bütün nəslinin içində bir Seni için ediyorum. Ama sensiz bir günüm de olmaz. Benim yakınımdır. Gördüğün Sevərə də buket boydadır da Allah. Sən bir dənə söz deyim. Əslində videonun axırında deyəcəkdim ki, əslində əylənirlər də, vaxt keçirdilər falan filan deyəcəkdim. Ancaq öz üstümdən götürürəm. Mən belə bir şey eləsəm, insan üçün çıxa bilmirəm vallahi. Bunlar görsün, məsələn, çölə çıxanda, məsələn, biri bunlar görəndə, bunlara necə reaksiya? Oy da Ləman ən sevdiyim TikToker falan deyəmir reaksiya verir, yoxsa belə baxırlar ki, yəni Pəncərənin açılışı qoşlar preview eləsin videoya. oxuyan qaqaş nənəsinin yarısında yadına salıb ki, gülməsin. Allah bu niyə belə hərəkətlər edir? Bax durub məsələn. Nəsə bir də sözdən bəzi musiqi alətləri ifadə edən niyə bu tip hərəkətlər edirlər? Nəsə desə avtomatik olaraq yüklənir olaraq. Həkim ChatGPT ilə pasientinin nəticələrini analiz edir. Onlayn dərsdən həkim olmuşamdır. Ben sadece xoşbəxt olmaq istedim. Her şeyi bırakıp, pis yollar bırakıp, normal bir kadın gibi hayatımı yaşamak istedim. Eve kapandım, kapalı giyindim. Söhbət nədən gedir? Mən tuta bilmədim. Dayı nə deyir? Saat 7:30-da qurduğum budun liksəsinin verdiyi minimum narahatlıq. Makutu suparidana, kutu makutu. Kutu makutu suparidana, kutu makutu. Onsuz da ağzından random sözlər desən, yəni mahnı oxumuş olursan da, niyə dəftərdən oxursan, bir də öz vəziyyətə vurursan? Necədir dəyişim? Aha. Mükəmməl bir dəyişim gəlir. Of.
erkek ya. Kasıb sözü. Görüm bir adam var, qoy mən ona deyim. Görüm o nə desə mən sənə deyərəm. Başı çıxan adamla get səni allatmasınlar. Biraz böyündən götür hamımız çək. Bax, onsuz o pul hara fırlatsan səndən çıxacaq. Vallahi mən dedim. Dedi Fuad. Özü gəlməsə mümkün deyil. Birində mən deyim. Sən ödə, mən sənin kartı atacağım. Hansı rayondansın? Getmə dədə. Hansı rayondansın? Elə soruşmazlar ha. Arasan ha, hansı rayondansan? Mən vermədim. Rayonunuzun adı nədir? Mən vermədim. Rayonun adını bilməyən hardan alar? Ay qoyun, sən elə fermadansan. İnkişaf var, görürsən də obrazdan sayını artırıb. Elə inkişafın mən. Aktyorluq kursu videolarında özünü gülməli zənn edən o tələbə. Də belə qoçaq arvadı da. Nə demək? Deyirəm, ana mən getməliyəm dərsə, mənim şalvarım hanı? Bir də de orada. Gip giyinirəm, belə normalda adamın şalvarlarında bir əksi olar da. Sevilən söz deyim. Yəqin söhbətin kimdən və hansı səhifədən getdiyini bilirsiniz. Tespit kimi tespit. Həqiqətən qəşəng videodur. Bəyəndim bu videonu. Erkeği kadından soğutan 5 davranış. Aha. Erkeği kadından soğutan 5 davranış konuşalım mı? İlk olarak sürekli trip atmak ve sorunları ima ederek anlamasını sağlamak. Size Hocam. bas bas bağırıyorum. Erkekler ima ederek sorunun kaynağını bulamazlar. Bəli, mal. İkinci olarak çok fazla derecede bunaltmak. Neredeydin, kimleydin, neden yazmadın, niye beni aramıyorsun? Bunları yaparak erkeğin yazacağı varsa da kaçırırsın. Niye bu kadar sorgu içerisindeyiz? Eğer güvenmediğin için bu kadar sorguluyorsan neden bu ilişkiye zaten devam ediyorsun? Karşındaki insanın da hayatını zehir ediyorsun aşkım. Nice. Ve bahsettiğim sorunları ima ederken sürekli sosyal medyada üstü kapalı bir şekilde laf sokmak. Erkeğe tamamen karmaşayı sokuyorsun. Anlamıyor çünkü sorunun kaynağı. Və trip atır, gedir storyaya qoyur ki, məni də başa düşən yoxdur, məni də sevən yoxdur, mənim də dərdimə çarə tapan yoxdur kimi şeylər qoyur. Uşaq və ərcən şeylərdir. Probleminiz varsa direkt olaraqdan deyin və həll olsun. Bundan ibarət. En iyi 3 YouTuber'dan dans edin. Kimdir bunlar? Baldbek'dir, Hugoladır, bunu tanımıram. Mete Karagil'in ne alaka? Qəşəng videoydu bu arada. Bayağı qəşəng videoydu. Baldbek'dən Hugola həqiqətən birinci ən sevdiyim Görkəm Kralsan da ikinci Baldbek'dir. Üçüncü isə Hugolanı demək olar bu arada. Hugola ilə Porsche yəni pölçəblər üçüncü yeri. Erkek yalanı söyler misin? Yavrum telefonu veremem ya. Arkadaşlarımın özeli var. Ne da la? Böyle adam olar Allah'ım. Şəhərin telefon qaleriyası qədər random bir yer yoxdur. Yəni hər cür, hər tipdə video görə bilərsən. Yaxşısından pisinə hər tipdə video görə bilərsən. Bundan betər videolar belə var da yəni. Yalnız bugünkü şeyə özəl bir kampanyamız var. Şişe özel bir kampanyamız var. Şişe tutmanız. Siparişiniz bizden. Bize tanıyacağız. Mükəmməl kampanya. Biri bir iş tapşıranda cavan uşaqsın. O dəqiqə bilməlisən. Tutmalısın onu temanı. Budur. Reskica. Budur. Bəzi zamanlar görəndə əsəbləşirəm. Bir şey tapşırsan belə. Zəhrimar bir dənə şapalaq qoyaq ağzının üstündən. Diri ol da biraz, cavan uşaqsın. Ay biz jivoy olun, biz özünüz olun ha. Biz jivoy olun da başa düşürsünüz. Elə danışdı, cavan olduğuma peşman oldum ya. İndi peşmansan mı? Yo, onu eləməsin, gözlərdən qaçmışam, meşgul. 5-ci, 6-cı qurbanlara salam olsun. Yəni arvadı ilə ikili canlı yayın açmaya nə bilim də yəni. Bir bürcə görə belə qərar verdin sən? Bəli Zahir müəllim. Mən yəni şir bürcünə həqiqətən də yola getmirəm yəni. Neçə dənə şir bürcə indiyə qədər yola getməmisən? Yes! Ya olubdu da yəni. Neçə dənə olub? Deyin görə hələ bilək. Bu mənim şəxsi fikrimdir da yəni. Belə deyək. Mən yox. Ailənin içindəsindən yola getməyəcək. Küləyə basır da orada qalanlar. Şir bürcü ilə yola getmirəm. Nə var, nə baxsa bir yerdə olduğu şir bürcüymüş. İndi atır şir bürcünün boynuna ki, şir bürcüdür deyəm mən ondan yola getmirəm. Pah! Yaxşı ki şir bürcüyəm. Sənin kimi çıxmaz mən qabağıma inşallah. Sabahın xeyri mənim başdaşım. Bu xalanın ya da hər nədirsə cinsiyyətini dəqiq bilmirəm. Psixik problemlər var məncə. Bilirəm, çox üzmüşəm səni. Batmışam qəmə günaha. Bu nədir? Allah bunun saqqalı var. Nədir bu? Bu nədir? Bunun cinsi nədir tam olar ha? Bu saçlı oğlan ola. Sən öyle Azərbaycan yəni yaxşı yerə getmir də Allah haqqı. Hər nəsə uşaqlar bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Videoya bir dənə like atıb abunə deyilsən də abunə olmağı unutma. Bura qədər izləyirsən sən abunə olmaq məcburiyyətlisən. Sən başa düşürsən. Aşağıda bir dənə tuş var. Basırsan ona qəşəng şeylər olur. Göstərilən məsələ. Nəysə sevdiyiniz qismləri yorumlar qisminə saniyəsini yazmağı unutmayın. Gəzək videoda görüşmək. Sağ olun.